Salam, sabahınız xeyir. Girne ikinci gündən hər kəsə salamlar. Gedirik, həm yuxumuz dağılsın, həm də acılığımız keçsin deyə. Girnedə məşhur sərpmə kahvaltı verən yerlərdən birinə təxminən bir 20 dəqiqəlik yolumuz var. Oranı da çəkib sizə göstərəcəyik. Başqa daha sonra yenə dənizə gedəcəyik. Dənizdən sonra da gəziləcək yerlər var. Çalışacağıq ki, gün ərzində onların hamısını çəkib sizlərə göstərək. Hələlik. Möhtəşəm bir yerə gəldik. Mənzərəsi çox gözəldir. Buradan təpəlikdədir. Orada artıq bütün Aralıq dənizi görsənir. Sura Garden restoran. Hardasa mərkəzdən 20-25 dəqiqəlik məsafədir maşından. Gəlsəz, səhər yeməyini bu mütləq burada yoxlayın. Burada əksərən səhər yeməkləri bir nəfər üçün 700-dən yuxarıdır. 800-850 TL. Amma bura uyğun qiymətədir. Bir nəfər üçün 700-dür və tam full doludur da demək olar ki, içərisində. Nə istəsən var. Çayda limitsizdir, səhv eləmirəmsə. İncədə sifarişləri verəcəyik. İçərinin məkanını da sizə göstərəcəm. Gəlin. Kahvaltımızı sifariş verdik və bu hal-hazırda masada gördüyünüz hər bir şey sərpmə kahvaltıya dahildir. Burada kartof qızartması, pişi, börək, bu səhv eləmirəmsə hellim pendiridir. Burada da yenə belə çörək-börək tərzi şeylər, 2 cür isti yemək və yanında olan digər cem, mürəbbə, pendir növləri, bunlar hamısı kahvaltıya dahildir. İndi bir-bir yeyib dadına baxacağıq. İlk öncə bundan başlamaq istədim. Bu içərisi bu şəkildədir. Belə bilmirəm, görə bilirsiniz yoxsa yox. Deyəsən ət və göyərti var. Dadına baxaq. Əladır. Sulu-suludur bir də. Pomidor yumurta belədir. Bir dənə bunların, bu da hellimlidir. Çörək içi hellim. Hər yerə hellimi qoyurlar. Görün pomidor yumurta necədir. Biraz yağlıdır əslində, amma pomidor yumurta pis deyil. Yemək olar. Altında çox yağı var. Amma duzlu istiyotu yerindədir. Pomidor yumurta əla. Üstündəki acı bibərdir. Acıdır, çox acı nə aram yoxdur. Yəni, yoxlayım yaxşı. Elə çox acı deyil, yüngül acılığı var, yemək olar. Davam. İndi buranın məşhuru olan hellim pendirinin dadına baxacağım. Burada hər yeməyin içində, hər yeməyin yanında, yəni bu hellim mütləq olur. Dünən əslində bir-iki dəfə dadına baxmışdım, amma bu biraz daha iştah açıcı görünür. Dediyim kimi, çox qəribə bir elə bir ki, teksturası var pendirin. Yəni, bunu yeməsəz nə demək istədiyimi başa düşə bilmərsiniz. Və səhər yeməyimizi yeyib məkandan çıxırıq. Məkandan çıxarkən son olaraq demək istədiyim odur ki, yəni Girneyə gəlsəz, mütləq burada səhər yeməyinə gəlin. Tövsiyə eləyirəm. Çünki doğrudan içəridəki hər şey çox dadlı idi. Mənzərə də öz yerində. Deməli, uşaqlar, özgürlük və barış anıtına gəldik. Bu nöqtə çox tarixi bir nöqtədir, bu sahil. İndi düzdür, buranı çimərlik kimi eləyiblər, amma çox tarixi bir yerdir. Niyə? Çünki
İlk dəfə Şimali Kipr Türk Cümhuriyyəti yaranmamışdan qabaq 1974-cü ilə qədər burada çox türklərə qarşı terror aktları keçirilirdi. Nə qədər türk burada öldürülübdü. Ona görə 1974-cü ildə Türkiyə Cümhuriyyəti Kıbrıs Barış Hərəkatı deyilən bir hərəkət keçirir. Bu sahilə həmin türk donanması gəlir və ölkənin şimalını, belə deyək də, indiki Kuzey Kıbrıs Türk Cümhuriyyətini yaradır. Bu ərazidən giriş eləyirlər və Şimali Kipr yaranır. Yəni ölkədə bir növ sülh yaratmaq üçün. Burada da həmin nöqtələrdə gəmi və qırıcılar göstərilibdir. Görürlər, yəni bu tarixi nöqtə həqiqətən önəmlidir. Burada da Kıbrıs Barış Hərəkatında şəhid olan pilotların şəkilləridir. Onların yad eləmək üçün belə bir abidə düzəldiblər. Yuxarıda da F-100 Super Saver qırıcısı. Dostlar, gəlib çıxdıq Girne qalasına. İlk öncə bunu deyim ki, biz elə bilirdik ki, saat 5-ə kimi işləyir. Hal-hazırda saat 5-ə işləyir, 17 dəqiqə. Ona görə çox tələsə-tələsə gəldik. Amma yay sezonunda səndirmə saat 6-ya kimi bilet almaq mümkündür. Qala isə özü saat 7-yə kimi açıq olur. Biz də biletlərimizi aldıq və indi gedəcəyik qalanın içərisinə və burada ümumiyyətlə Girnedə ən sevdiyim bir şey də o oldu ki, belə tarixi yerlər gəzmək çox ucuz başa gəlir. Biletin biri sadəcə 50 TL-dir. Burada Bizans kilsəsi var. Gedək. Çox vahiməlidir. Gəlin. Məni görə bilirsən yoxsa yox? Getdik içəriyə. Buradan. İçəri sərindir, hə? Biraz bu indi. Buralarda işıq yoxdur. Sərin olmağına sərindir. Hə, kilsə budur yəqin ki. Gəl bu tərəfə. Kilsə belədir deyəsən. İndi o vaxtdan qalıb. Buradan da başqa bir çıxışdır. Bura tərəf. Qalanın ən hündür nöqtəsinə də çatmamışıq. Bayraqlar olan yer ən hündür nöqtəsidir. Burada Osmanlı denizçisi Sadıq Paşanın məzarı buradadır. Sözün açıq bir məlumatım yoxdur, kimdir. Amma məzarı var burada. Buradan da qalanın ən mənzərəli və ən hündür nöqtəsinə çıxışdır. Yavaş-yavaş çıxaq. Mənzərəni bir anda göstərəcəm sizə. Gəlin. Mənzərəni görməyə hazırsınız. Onda arxamca. Çox az qaldı. Bütün Aralıq dənizi. Bundan hündür nöqtə bir tapdım. Birazca da yuxarı qalxmalıyıq. Daha hündür yerdir. Oradan daha yaxşı görsənəcək.
so amazing. Gəlin sizə amazing-i göstərim. Möhtəşəmliyə baxın. Sadəcə möhtəşəm. Aralıq dənizinin möhtəşəmliyi. Mükəmməl. Qorxu, həyəcan, gərilim, hamısı bu yoldadır. Özün demədin bu gün çox sıxıcıdır. Nə var? Bir dənə dedim ki, bu gün sıxıcıdır, sıxıcı oldu. Hə, belə bir ekstrem tapdı mənim üçün. Bu Favento qalası deyilən bir yer var. İnsanların tərk edib getdiyi, yad belə eləmədikləri. Ağzında şey də qoymuşdular, ora trafik polisi uyarı qoymuşdu ki, motosikletlə getmək olmaz. Bizim bu iqruşka maşınımız da motosikletdən daha betərdi, yəni. Motosiklet daha güvənlidir, nəinki bu iqruşka maşın. Yollar da belədir. Qorxuram, buradan şeydir, ayı da gələ bilər. Hava da qaranlıq üzrədir. Əsl o qorxu filmlərindəki kimidir hər şey. Elə davam edir. İlk öncə uşaqlar sizə birinci mənzərəni göstərim. Mənzərəyə baxın. Bütün Kiprı görə bilirik. Bütün Kipr görsənir buradan. Bura nədir? Burada deməli bir dağ var. Bu Favento qalası var üstündə. Yuxarıya bax. Orada görürsüz yuxarıda. Biz prosta geç tərpəndik. Ora getməyə. Ucu hava da qaralır. Bu boyda dağda ikimizdən başqa heç kim yoxdur. Hava da qaraldı. Biraz sözün açığı təhlükəlidir. Başqa adam da yoxdur. Təhlükəli heyvan falan ola bilər. Üstümüzə hücuma falan gələ bilər. Ona görə təəssüf ki, bu Favento qalasına çıxa bilmir. Burayla türklər demiş yetinməli olacaq. Təhlükəli olduğu üçün bu Favento qalasına elə bəlkə bir 20 dəqiqə getməliyik. Hava qaralacaq. Qayıtmağımız da var. Ona görə çıxmırıq. Buradan geri qayıdırıq. Getdik. Hələ düşürük, qutarmamış, hava da qaralır. Bundan sonrası maşınla davam eləyəcək. Yaxşı ki, qalxmadıq. Və buradan daha aydın görsənir. Yaxşı ki, ora qalxmadıq, çünki düşəndə ucu göz görməyəcəkdi. İndi isə bayaq gəldiyimiz yolu dala qaydırıq. Bayaq gələndə hava işıqlı idi. Bu qədər qorxulu görünmürdü əslində. Amma qaydanda artıq hava qaralıb. Və bizdən başqa da yəni qətiyyən nə insan, nə maşın, heç bir şey yoxdur. Həqiqətən bu mənzərə tam o qorxulu filmlərdəki hər şeyin başladığı səhnə olur. Yəni o səhnəni xatırladır. O filmlərdə də hər şey belə sadə bir şəkildə başlayır. O belə qaranlıqdır ki, sən belə görünmürsən. Aha, indi görünürsən.
I be homophobic. My bitch is gay. Hitman in a top try, see a man topless, even a stick is gay. Girne səyahətindən bu qədər. İnşallah başqa şəhərlərdə görüşənədək özünüzə yaxşı baxın və ən əsası Ən əsası səyahət eləməyi unutmayın. takib atmağı unutmayın. Sağ olun.